Hörmətli dinləyicilər, dəyərli müəllimlər, əziz valideynlər və məktəbimizin intellektual mühitini formalaşdıran sevimli şagird kollektivi. Bugün radyo dalğaları vasitəsilə sizə ünvanlanan hər bir kəlmə düşünülmüş məsuliyyətin, elmi əsaslandırılmış yanaşmanın və milli mənəvi dəyərlərə sədaqətin ifadəsidir. Səsin ritmi ilə zaman arasında köprü yaradan radyo efiri bugün sizi yalnız musiqi tariximizin deyil, bütövlüklə mədəniyyət sallanmamızın nadir və parlaq səhifələrindən birini aparır. Bu efir yazısı bir xatırlatma deyil, bir dəyərləndirmədir. Bu proqram sadəcə məlumat ötürünür, düşüncəyə istiqamət verir və gələcəyə ümid aşılayır. Mən Lənkəran rayonu Mais Mirzəzanov adına Yuxarı Növbədi kənd tam orta ümumi təhsil məktəbinin 9 sinif şagirdi Səfərzadə Zəhra. Gələcəyin İşığı FM məktəb radiosunun bugünkü geniş və xüsusi buraxılışı ilə qarşınızdayım. Bu buraxılış şərq mədəniyyətində, tarixində silinməz iz qoymuşdur. Yaradıcılığı ilə cəmiyyətin estetik düşüncə sərhədlərini genişləndirilmiş görkəmli şəxsiyyətə Şəfiqə Qulam qızı Axundovaya həsr olunur. 21 yanvar 1924-cü il tarixində dünyaya göz açmış Şəfiqə Axundova yalnız bir bəstəkar deyil, o şəhərdə opera janrında əsər yazmış ilk qadın müəllif kimi musiqi tarixinə mühüm mərhələnin başlanğıcını qoymuşdur. Bu fakt təkcə biografik göstərici deyil, qadının intellektual potensialını, yaradıcı iradəsini və estetik düşüncəsini dərinliyini bütün dünyaya nümayiş etdirmişdir. Şəfiqə Axundovanın musiqi dünyagörüşünün formalaşmasında aldığı peşəkar təsir xüsusi rol oynamışdır. O, Azərbaycan Dövlət Konservatoriyasında görkəmli nəzəriyyəsi milli musiqi ənənələri ilə sintez etməyi bacarmışdır. Elmi terminologiya ilə ifadə etsək, onun yaradıcılığında modal sistemlərə, tonal harmoniyanın qarşılığı həm də milli kolorist çalarlar qazandırmışdır. 1969-cu ildə səhnəyə qoyulan Gəlinqaya operası Şəfiqə Axundovanın yaradıcılığı zirvəsi hesab olunur. Bu opera yalnız süjet xəstə ilə deyil, musiqi dramaturgiyasının quruluşu, tematik inkişafın ardıcılığı və obrazın musiqi dili ilə səciyyələnir. Operada xalq musiqisi intonasiyaları simfonik orkestrin imkanları ilə ustalıqla birləşdirilmiş, vokal partiyalarında isə Azərbaycan dilinin fonetik xüsusiyyətlərini nəzərə alınmışdır. Mütəxəssislərin hesablamalarına görə operada ifadə olunan əsas musiqi mövzuları təxminən 60% milli lat sisteminə əsaslanır ki, bu da əsərin milli kimliyini gücləndirən əsas amillərdəndir. Şəfiqə Axundovanın yaradıcılığı təkcə opera ilə məhdudlaşmır. O, kamera musiqisi, romanslar, instrumental pyeslər və məhnələr müəllifi kimi də tanınır. Onun mahnıları uzun illər radio və televiziya efirlərində səslənmiş, geniş dinləyici auditoriya tərəfindən rəğbətlə qarşılanmışdır. Aparılan sosioloji sorğular göstərir ki, 20-ci əsrin ikinci yarısında Azərbaycan radiosunda yayınlanan qadın bəstəkar əsərlərinin əhəmiyyətli hissəsi məhz Şəfiqə Axundovanın yaradıcılığına məxsus olmuşdur. Bu faktın cəmiyyətin musiqi zövqünün formalaşmasında oynadığı rolu aydın şəkildə nümayiş etdirir. Şəfiqə Axundovanın ictimai fəaliyyəti də diqqətə layiqdir. O, müxtəlif mədəni tədbirlərdə, beynəlxalq simpoziumlarda iştirak etmiş, Azərbaycan musiqisinin təbliği istiqamətində ardıcıl iş aparmışdır. Onun çıxışları və məqalələri musiqinin tərbiyəvi və maarifləndirici rolunu ön plana çəkmiş, incəsənətin cəmiyyətin inkişafında strateji əhəmiyyətini vurğulamışdır. Bu mövqeyin bugün də aktuallığı qorunması təsadüfi deyil. Əziz dinləyicilər, bugün Şəfiqə Axundovanın həyat və yaradıcılıq yoluna nəzər salarkən yalnız keçmişi xatırlamırıq. Biz eyni zamanda gələcək üçün dəyərli mesajlar əldə edirik. Onun hissi bizə öyrədir ki, elmi biliklə yaradıcılıq təxəyyülü birləşdikdə cəmiyyət üçün davamlı mədəni dəyərlər formalaşır. Bu iş bizə öyrədir ki, əzmkarlıq, sistemli və milli kimliyə bağlılıq olduğunun əsas şərtləridir. Məktəb radiosu olaraq bizim əsas məqsədimiz də məhz budur. Gənc nəslin düşüncə tərzində dəyərlərə əsaslanan inkişaf modelinin formalaşdırmaq, Şəfiqə Axundovanın həyat yolu hər bir şagird üçün ilham mənbəyidir. Bu yol sübut edir ki, insanlı əmək, elmi yanaşma və yaradıcı cəsarət bir araya gəldikdə fərdi uğur ictimai dəyəri çevrilir. Bugünkü buraxılışda səslənən hər bir fikir, hər bir fakt təsadüfi deyil. Onlar düşünülmüş ardıcılıqla seçilmiş, məntiqi sistem daxilində təqdim edilmişdir ki, dinləyici yalnız eşitməsin, həm də anlasın, dərk etsin və nəticə çıxarsın. Çünki radio efiri sadəcə səs məkanı deyil, həm də məsuliyyət məkanıdır. Hörmətli dinləyicilər, Gələcəyin İşığı FM-in xüsusi buraxılışını dinlədiyiniz üçün hər birinizə təşəkkür edirəm. Ümidvaram ki, bu proqram düşüncə dünyanıza yeni suallar yaradacaq, yeni axtarışlara təkan verəcək və gələcəyə olan inanınızı daha da möhkəmləndirəcək.
Mədəni irsimizi tanımaqla biz özümüzü tanıyır, özümüzü tanımaqla isə gələcəyimizi daha sağlam əsaslar üzərində qururuq. Bu efir yazısı ilə səslənən mən idim, Səfərzadə Zəhra. Diqqətsizliyə dəyərləndirmənizə və zamanınıza görə minnətdaram. Gələcəyin İşığı FM dalğalarında yenidən görüşmək ümidi ilə hər birinizə elmi aydınlıq, mənəvi zənginlik və uğurlu gələcək arzulayıram. Sağ olun, salamat qalın.